Malinformasiya, dezinformasiya və misinformasiyanın fərqi nədir ki? Düz 2 ildir, bəlkə 2 ildən biraz çoxdur. Instagram, TikTok, LinkedIn və YouTube-da media savadlılığı, media tənqidi haqqında videolar çəkirəm, kontentlər yaradıram. Amma indiyə kimi kursunda danışsam da videolarımda danışmadığım 3 əsas termin var. Misinformasiya, dezinformasiya və malinformasiya. Bu siyalar sizin başınızı qarışdırmasın. Bunların hər birini fərqləndirməyimiz üçün əlbəttə ki, əlimizdə kifayət qədər məlumat var. Əgər bilmirsinizsə, gəlin hamısına bir yerdə baxaq. Əvvəlcə gəlin bundan başlayaq ki, bu 3 terminin hər birində niyyət çox önəmlidir. Yəni, məsələn, dezinformasiyada, misinformasiyada yalan məlumatdır. Amma misinformasiyadan fərqli olaraq dezinformasiya bilərəkdən, qəsdən, həmin o, yəni zərər vermə niyyəti ilə paylaşılmış yalan məlumat. Amma bunun qarşılığında misinformasiya biraz bizim nənə-babamızın elədiyi kimidir. Yəni onlar yalan məlumatı paylaşırlar, amma yalan məlumat paylaşma istəkləri olmadan, bunu heç bilmədən, qəstsiz bir şəkildə eləyirlər. Daha ciddi şəkildə desək, dezinformasiya yalan xəbərin bilərəkdən paylaşılmağıdır. Və dezinformasiyanı paylaşma məqsədləri də fərqli ola bilər. Ola bilər ki, kimsə bunu paylaşır çünki klik almaq istəyir. Ola bilər kimsə bunu paylaşır çünki ölkə içərisində xaotik bir mühit yaratmaq istəyir. Ola bilər kimsə bunu paylaşır çünki kiməsə qarşı qəsdi qərəzi var. Və s. və l. Və misinformasiya yalan xəbərdir, amma bilərəkdən yayılmayıb və çox zaman burada bilinmədiyimiz müəyyən detallar olur. Məsələn, hansısa bir xəbər paylaşılıb bizim nənəmiz tərəfindən, amma o baxıb bilməyib ki, bu xəbər əslində 2 il əvvəlindir və yaxud da bu xəbərdə filan şey kontekstdən çıxarılıb. Yəni misinformasiyada biraz daha niyyətsizlik var. Bəs malinformasiya nədir? Malinformasiya digər iki terminə nəzərən daha az istifadə olunan bir termindir, amma inanın ki, bunun nə olduğunu bilirsiniz. Malinformasiya doğru məlumatın zərər vermək üçün paylaşılmağıdır. Yenə burada niyyətə baxdıq. Yəni, ola bilər ki, məlumat doğrudur, fakt olaraq doğrudan da belə bir şey baş verib, mövcuddur, amma bunun paylaşılma niyyəti, kontekstdən çıxarılmağı, nə cür insanların qarşısına təqdim edilməyi tamamilə pis bir niyyətdən doğur. Yəni, pis bir niyyət də olmaya bilər, amma niyyətli olaraq bu paylaşılır. Məsələn, 2022-ci ildə Finlandiyanın baş naziri Sanna Marin bir partidə rəqs edərkən çəkilmiş videolarından çox məşhur olmuşdu. Və əlbəttə ki, bu rəqs videosu bütün dünya tərəfindən çox ciddi bir şəkildə müzakirə edilmiş. Bu malinformasiyadır. Niyə? Çünki doğrudan da Finlandiyanın baş naziri hansısa bir partiyaya gedib rəqs etmiş ola bilər. Və doğrudan da videolar real idi. Amma o videoların insanların qarşısına çıxarılması, nə cür çıxarılması, hansı məqamda çıxarılması burada çox böyük bir əhəmiyyət daşıyır. Yəni, bir sözlə, doğru informasiya əgər kontekstdən çıxarılaraq reputasiyaya zərər vermək, hər hansı bir şəkildə ictimai fikri dəyişmək, yönləndirmək və malinformasiyanın hədəfi olan şəxslərə belə deyək, utandırmaq üçün, onlara biraz daha göz qorxusu vermək üçün paylaşılırsa, bəli, bu malinformasiyadır. Məndən isə bu videoluq hələlik bu qədər.